Məni izləyən əzizlər, doğmalar, məclisdən indi gəlmişəm və dedim ki, elə indi ancaq zamanım olub bir açıqlama verim, sizinlə bölüşüm. Çünki hər yaşantımı mütləq ki, sizinlə bölüşdüm. Deməli, bugündən etibarən mən Space televiziyası ilə yollarımı ayırdım. Səbəbini də deyim, xəbəriniz olsun. Deməli, artıq bir neçə gündür ki, mən rəhbərliklə razılaşmışdım və bugün hətta istəyirdim ki, efirdən sağollaşım. Sadəcə yox, mən dedilər ki, səbr elə, bəlkə bir razılığa gələrik. Amma biz ortaq məxrəcə gələ bilmədik. Səbəb mənim adıma yalan deməyəcəm. Həyatım boyu mənim izləyicim, mənim tamaşaçım bu mövzuda məndən heç nə eşitməyib. Amma bu bir haqq məsələsidir və 3 ayda çalışdığım bir televiziyada mənə heç bir maaşın ödənilə bilməməyidir və bundan sonra da nə dərəcədə alınacaq onu vəd verə bilmədiklərinə görə hər kəsə uğur arzu eləyib yollarımı ayırdım.